Olsun değerli dinleyiciler, sizi Naxçıvan Radyosu'nun canlı efirinden salamlayırıq ve Vətən Əmanəti verilişiyle sizin karşınızdayıq. Her zaman kimi proqramın aparıcısı mənim Təranə Arif qızı, efir rejissorumuz Sevinç xanım Qədimovadır. Böyle değerli dinleyicilerimiz, bugün Vətən Əmanəti verilişinde yine de bir əbədiyyətə qovuşmuş qəhrəmanımızı, şəhidimizi xatırlayacağıq. Yəni siz də bilirsiniz ki, mən hər zaman, yəni çox vaxt belə olur ki, 2-ci Qarabağ müharibəsi şəhidlərindən, qazilərindən, onlarla bağlı daha çox proqramda onlara daha çox yer ayırırıq. Amma 1-ci Qarabağ müharibəsində 90-cı illərdə, yəni 90-cı ildən 2020-ci ilə qədər olan məsafədə şəhid olmuş bizim igid oğullarımız var ki, onları da zaman-zaman yad edirik. Bu gün də elə həmin şəhidlərimizdən biri 1-ci Qarabağ müharibəsi şəhidi Əli Qurbanovun ruhunun ışığına toplaşmışıq və verilişimizi ona həsr etmişik. Bugün qəhrəman şəhidimizdən danışmaq, söhbət etmək üçün onun yaxını, özü də demişkən, ona həm bacı olan, qardaş olan, ata olan, sirdaş olan, yəni Əlinin ona olan münasibətindən danışıram. Qardaşının yoldaşı Xeyran xanım Qurbanovadır. Və bir də qonağımız Əlinin xatirəsinə, Əli Qurbanovun xatirəsinə Nişanəsi Vətən olan kitabının müəllifi, dəyərli ziyalımız, yazarımız Sevinç xanım Azadlıdır. Xoş gördük hər ikinizi. Xoş gördük. Xoş gördük Təranə xanım. Bugün biz yəni həm kitabdan danışacağıq, həm də şəhiddən danışacağıq. Onun üçün hər ikiniz bizim qonağımızsınız. Xeyran xanım, siz bəzən belə düşünürlər ki, qardaşın yoldaşı biraz şəhidə uzaq insandır. Həqiqətən də, yəni bizdə bir belə fikir formalaşır. Hər zaman çağırmışam atasını, anasını, bacısını, qardaşını, yoldaşını, övladını. Amma siz Əlinin qardaşının yoldaşısınız və hər zaman da Əlinin adını yaşatmaq üçün əlinizdən gələni etmişsiniz və edirsiniz. Əli sizin üçün kim idi? Yəni onun uşaqlıq dövrü etdiyimə görə sizin gözünüzün qarşısında keçib, yanınızda keçib. Əli haqqında danışın bizə. Hər kəs salamlayıram. Allah razı olsun ki, bugün bizi bura dəvət edibsiz. Əli kimdir? Əli çox şeydir mənim üçün. Əli sizin dediyiniz kimi mənim o zaman heç kimsən yanımda olmadığı zaman yəni. Əli mənim qardaşım, bacım, atam, anam, sirdaşım, qaynam. Uşaqlığımın yol yoldaşı, dəyərlim. Onu tez itirəcəyimi heç bir zaman düşünməzdim. Əli bizlə bərabər hər zaman yaşayacaq deyə düşünürdüm. Bugün Əlin keçmişi deyədikdə, keçmiş deyil, Əli həmişə məndən yaşayır. Mən Əlini yaşatmaq istədim, tanıtmaq istədim. İllərdir bunun üstündə çalışıram. Çox qapılar bağlandı mənim üstümə. Hər kəs köhnə şəhidləri yazmırıq dedi, təzə şəhidlərdən yazırıq dedi. O yolu məni gətirdi, neçə il sonra Sevinç xanımla qarşılaşdırdı. Allah ondan razı olsun ki, Sevinç Azadlı mənə bu yolda işıq saçdı. Çox qaranlıq bir yolundan işıq saçdı mənə. Həqiqətən bambaşqa bir şeydi, bambaşqa bir dünyaya götürdü. 3 ay içərisində Əlin həyatında həm yazıb, həm dünyaya tanıtmaq hər kəsin işi deyildi. Sevinç xanım onu bacardı. Əli mənim üçün bambaşqa bir dünyaydı. Əli mənim sirdaşım idi. Əli çox dəcəl uşaq idi, çox şirin uşaq idi, mehriban idi, xoş xəsiyyət idi. Həm sinifdə, həm evdə, həm yəni cəmiyyət içində, hər yerdə Əli fərqli idi. Əli əsgərliyə getdiyini mən görmədim. Təəssüf ki, görmədim, Rusiyada yaşayırdıq. Gəldiyini də görmədim, yenə Rusiyadaydıq. Əli getdi, gülə-gülə, gedəndə 3-5 adam yola salmışdı. Yəni nə mənada da, ya olsun 30-40 nəfər o azdı. Qaydanda Əlini bayraqda bütün Çəngərli, Şaxtaxtı qarşıladı. Bir gün də qonaq saxladılar. Qaynana müxahiş üzərinə bir gün şəhidi olmayan bir şeydi yəni. Əli olmayan şeylərin çoxusun birincisini yaşayıb. Bir gün qonaq saxladılar. Biz onun şəhadətini Moskvada eşitdik.
Çox ağır içki idi. Çox. Mən 40 gün Qarabağlayıb gəzdim. O da Moskva kimi bir yerdə elə belə görünən bir şey deyildi. Hər kəs maraqlanır ki, nə olubdu? Mənim qaynım ölüb deyəndə qəribə gəlirdi. Qayınla qardaşım deyil ki, amma onu bilmirlər. Qardaş. Keşke qaynların adını çevirib qardaş qoyardılar. Əlim həmsin elə idi. Əlin timsalında bütün şəhidlərimiz bambaşqadır mənim gözümdə. Əliyə gəlib çatamadığım üçün həmişə vicdan əzabı çəkirəm. Çünki o vaxt yollar belə deyildi, gələ bilmirdi. Yoldaşım da mənim kimi çox ağır acılı keçdik. Bir ona görə biz bir dəfəlik Naxçıvana döndük ki, ən azından Əlin qəbrini həmişə ziyarət eləyə bilək. Əlin sinif yoldaşları nəşəsən dəhin danışdım. Əli haqqında o qədər gözəl şeylər dedilər ki, dedim ki, mən isə Əlini tanımamışam ki, mən elə bilirdim Əlini tanımışam. Bu kitab yazılan vaxtda Əlin silah yoldaşları çox şeylər danışdı. Dedim, biz Əlini həqiqətən tanımamışam. Yəni, Əli mənim dayım oğlu Abbası da o Əli əslində rabitədə idi. Onlar çox elə girmişmirdilər də, müharibə savaşmırdılar, döyüşmürdülər. Təsadüf nəticəsində o qəribçilikdə qəribə olur axı. Hər kəsin ürəyi kövrək olur. Abbas 90-cı ildə Qazax sonrasına girəndə Oğuzda olub, sonra Qazaxa gedibdi. Onlar günlər, sayılı günlərin içində olubdu. Təsadüf nəticəsində hardasın deyincə Naxçıvandan dostlaşıblar, bir-birlərinə qanlar qaynayıb dostlaşıblar. Sonra yəni təsadüf nəticəsində bir-birindən xəbər olub ki, ikisinin xəbər olub ki, birinin Gülbazısıyam, o vaxt Loru dildə sizə Gülbazı deyərdi. Dedim, Əli, niyə adımı demirsən? Dedi, sən mənim Gülbazımsan. Mən sən adımı deyə bilmənəm. Abbas da mənim bibimin qızı deyincə, yəni onlar ikisinin bir sözü var idi. Deyir ki, öncə dost, yerliydik, dost olduq, dostluyduk, sirdaş olduq. Bir gün baxarsan, qan qardaş olarıq. Elə təsadüf nəticəsində də çox güclü döyüşlər gedən zamanda Ceviz xanımla da vurğulayırdı. Abbas neytral bölgədə qalır. Ona heç kimsə gedib çıxarda bilmir. Kim getsə, yəni ya şəhid olacaq, ya girov götürüləcəkdi. Abbas da ağır vəziyyətdədir. Əli, onu, yəni, bilirəm də, Əlin başqa bir dili var idi. Başqa bir, belə bir ki, özünü istətmə bir dili var idi. Farklı bir şeydi. Zorla da olsa o Abbası gedib qutarıb gətirmişdi. Qan vermişdi Abbasa hətta. Orada deyir, Abbasın bir son sözü var idi. Mən sənə dedim, yerliydik, dost olduq, dost sirdaş olduq, qohum olduq, indi də qan qardaş olduq. İnşallah cənnətdə görüşərik. Çox keçmir, Əlin xəbər olur ki, Abbas şəhid olubdu. 3 il sonra da Əli Abbasın qonağı oldu. Mən Əli şəhid olandan sonra da çox şeylər yaşadım. Çox yuxularıma girirdi. Çox vaxt mənim namazı Əli durğuzurdular. Bazı namazın vaxtı keçir, niyə durmursan deyə. Bir gün ağır xəstə oldum. Çox ağır xəstə idim. Yuxuma gəldi. Yuxuda gördüm, 3 şəhid gətirirlər. Mən özüm öldürmüş o şəhidin şəhidlərin tabutunu açacam. İkisini açdım şəhidi, birini açdım. Ağır yaralıdır, ayağından yaralıdır. Dedi ki, mən o yaralarını sardım, açdım, təmizlədim, bağladım. Bunu dağın başına qaldırdılar. Dedim, mən xəstəyim, dağın başına necə qalxacam. Gördüm ki, yox, hər günü gördüm, yuxuda görürüm ki, 3 günü, yuxunun içində eyni şey görürüm ki, 3 gündür dırnaqlarına belə qaza o dağın başına gedirəm. O yaralını sarıram, yarasını gəlirəm. Sonra sağaldı, 3 gün sonra gördüm sağaldı. Dedim ki, dedi, bilirdim də sən məni qutarasan. Dedim, hardan bilirdin? Dedi, Əli demiş ki, Gülbazım səni qutaracaq, narahat olma. Dedim, Əli, sən harada görürsən? Dedi, sən arxama bax. Çındım arxama baxdım, şu dağın kəlləsində yağım, dağın başı geniş bir yerdir. Hərbi formada bütün şəhidlərimiz ayaq üstə durubdur, hamısını Əli nasib göyə. Dedi, həmişə namazında dedin, ölmüşlərimizin, şəhidlərimizin duasını bizim üstümüzə əsir eləmə. Əli deyir, sən ağır xəstəsən, bütün şəhidlər sənə dua edir, bax. Ondan sonra həqiqi mənada mən sağaldım. Həqiqi mənada mən sağaldım, yəni. Mən, yəni dediyim kimi, çox ağır yatalaq xəstəydim. Yəni buna da mən inanıram ki, Əli indi də mənim yanımdadır. Hər zaman mənim Şəhidlər ölmür, onlar hər zaman həqiqətən ölmür, yəni bunu mən gözümlə gördüm ki, yəni həqiqətən ölmür.
bambaşka bir şeydi. Alı bambaşka bir dünyada. Alı ne kadar anlatsam vaxt çatmaz yani. Sözsüz ki Sizdən, hə. onların yəni keçdiyi yol o qədər zəngin, necə deyirlər, əbədidir ki, danışmaqla bitməz. Yəni bildiyimiz qədərilə Əli 1993-cü ildə hərbi xidmətə gedib. O vaxt hərbi xidmətlər bilirsiniz ki, aranın qarışıqlıq vaxtı idi. Kim harda necə xidmət edirdi, idarəsizlik, başsızlıq və 4 il ilə 3 illə həmin hərbi xidməti çəkirdi və elə Əli 97-ci ildə şəhid oldu Qazax bölgəsində 4 il hərbi xidmətli olarkən, yəni onun hərbi xidmətdə 4 il çəkib. Və mən üzümə tuturam dəyərli yazarımıza, Sevinç xanıma. Yəni belə başa düşdüm ki, kitab yazmaq ideyası Əlinin qardaşının yoldaşı Xeyran xanımdan gəlib. Və sizin bu yolda atdığınız addım həqiqətən qürur vericidir. Həqiqətən insanı qürurlandırır. Xeyran xanım bayaq bir söz dedi. Hamı təzə şəhidlərimiz. Bizim təzə köhnə şəhidlərimiz yoxdur. Hamısı vətən üçün canını qurban verib. Əslində o vaxt şərait daha ağır idi. Daha ordumuz yox idi. Belə öz ordumuz normal olaraq yox idi. Və bu gün güclü ordu ilə biz hücuma keçib zəfəri qazanmışıq. Onların hamısı bizim üçün əzizdir. Onların xatirəsini yaşatmaq və qələm sahiblərinin də borcudur. Bu kitab haqqında istərdim danışasınız. Buyurun. Teşekkür edirəm Tərənnüm xanım. Vətən olan, buyurun. Minnətdaram əziz insan, dəyərli yazarımız və elə siz simanızda bütün doğma kanalımızın nümayəndələrini, əməkdaşlarını salamlayıram, bizi dinləyənləri salamlayıram. Hər kəs öz sahəsində bir müsənləh əsgər olmalıdır. Yazarların da üzərinə bir vəzifə düşür. Yazılanları kitablara köçürmək. Bu kitabı mən yazmamışam. Bu kitabı yazan Əlidir. Sadəcə olaraq mən onun yolu ilə çıxıb, onun yazdıqlarını kitaba köçürmüşəm. Artıq Xeyran xanım bizim rastlaşma prosesimizi ifadə elədi, dedi. Xeyran xanımın mən danışıqlarında onun yaşadığı həyəcandan dolayı qeyri-ixtiyari, hər halda onu da mən istəyərək demədim. Onu mənə ilahi və ilahinin yanında ən yüksək məqamda olan Əlinin ruhu dedirdi. O qədər çarəsiz idi, o qədər bu qadının yaşadıqları həyəcanlar üst-üstə mənə o qədər fərqli bir enerji, fərqli bir his oyatdı ki, və mən onu yaşadım. Xeyran xanım danışdıqca mən onun bütün Əlinin həyatını, eyni zamanda Xeyranla bərabər yaşadıqlarını sanki kino filmi kimi gözümün qarşısında bunların hamısını keçdim. Və bir anlıq Xeyran xanıma dedim ki, icazə verərsən mən Əli haqqında kitabı başlayayım. Asan olmadı Tərənnüm xanım, çünki özünüzdə dediyiniz kimi biraz öncə söhbət elədik. Yəni 44 günlük savaşda və yaxud da ki, son bu 10 ildə baş verən hadisələr zamanı antiterrorlar vaxtı şəhid olanlarımızın haqqında yazmaq bir qədər asandır. Çünki onların doğmaları sağdır, onların həyatları hələ göz önündədir. Material çoxdur. Material çoxdur, amma 30 il bundan qabağa geri dönüş eləmək həqiqətən asan deyildi. Bir də məsələ burasında ki, o dövr üçün heç nə, yəni əldə qalan heç nə yox idi. Biz Xeyran xanımla gecəmizi gündüzə qatdıq və Əlinin doğum gününə, daha doğrusu 50 illik yubileyinə yetişdirdik kitabımızı. Sağ olsunlar, dəstək olanlar və kitabımızın redaktoru Elxan müəllimə minnətdaram. Bizlə bərabər biz ailə olaraq birləşdik. Xeyran xanım, Elxan müəllim, mən və eləcə də Abdullah qardaş Əlinin yaşadığı yerə getdi. Əlini təkrar belə deyək də mən olmadığım təqdirdə, amma yaşamağa çalışdım. Bilmirəm, yəni necə alındı deyə bilmərəm, amma bir dənə onu bilirəm ki, biz əlimizdən gələni elədik, yoxdan var eləməyə çalışdıq və qismən də nəsə bacarmışıq deyə düşünürəm. Yox, yəni kitabı az-çox oxuyan biri kimi, yəni bilirəm ki, bu mövzuda kitab yazmaq onsuz da ağırdır. Yəni bir də ki, Xeyran xanımın həyəcanı, bu kitabı yazdırmaq istəyi həqiqətən də bu yolda sizə kömək olubdur. Həm də ki, Əlinin ruhu, şəhidimizin ruhu kömək olubdur. Və məqam onu da qeyd eləmək istəyirəm ki, Tərənnüm xanım, bu kitabın deməli maddi tərəfinin arxasında duran Xeyran
sözüdür. Məni çox təsirləndirdi. Mən dedim ki, yəni Eliyə dedi ki, yox, kitab yazılsın mənim Əlinin ruhuna elə bir ehsanımdır. Nə Əliyə toy olunmayıbdır, nə Əliyə nişan eləməmişik, nə Əliyə ad gün olunmayıbdır. O bütün kitabın xərcini özü çəkibdir. Biz sadəcə olaraq yenə dediyim kimi məni burada qələmi tutmaq və köçürmək qalıbdır. Bu da çox cüzi bir işdir. Çox böyük bir şeydir. Mənim üçün bambaşqa bir şeydir də. Mən Əlini hər gün yadıma saldıqca gecə saat 1-2 saatlarını yazmışam da not edirdim. Əli yadıma düşdükcə, yəni nə ki unutmayım, bir gün yazmışdım Əli. Bəlkə bir gün gələr. Mən yaşlanaram, ağlım gedər, hər şey olar da yadımda qalmasa, ən azından Əli kimsə kitab yazmasa da mən səni buradan oxumaq istəyirəm. Həmin not məni çox təsirləndirdi Tərənə xanım. Çünki notlarını biz telefon üzərindən gecə saat 1-ə 2-yə qədər işləyirdik. Notları göndərirdi. Həqiqətən çox narahat oldum. Dedi ki, orada tam-tamına yazmışdı ki, yəni yaşlanacağam, yəni yaddaşım gedəcək, ağlım gedər. Onlar birdən də yəni ki, məsələn, mən səni xatırlamaram, amma gözüm görər, oxuyaram, bilərəm ki, sən mənim həyatımda olmusan. Yəni bunun özü belə həqiqətən də çox toxunaqlı bir şeydir. Buna laqeyd qalmaq qeyri-mümkün idi. Mən bunun üçün Xeyrə xanıma minnətdaram. Çünki 30 il sonra birini yenidən tarixə, yenidən tanıtmaq, ətrafa tanıtmaq bu hər adam işi deyil. Bəli, mən yəni Xeyrə xanıma çox minnətdaram. Bir şəhidimizi yaşatmaq həqiqətən onların yaxınlarından gözləyirik. Daha çox siz də yaxınsınız. Yəni yaxından yaxınsınız. Mən yəni bunu artıq deyirəm, doğmadan doğmasıdır. Həqiqətən. Yəni və bir də o kitabda həm elə Abbas yaşayır, həm də iki şəhidimiz əslində. İki şəhidimizin də həyatı orada yaşayır. Və eyni zamanda Şaxtaxtın 7 şəhidi yaşayır. 7 şəhid haqqında da, çünki Şaxtaxtı kəndinin həqiqətən də igid oğulların vardı. Onların hesabsız qaziləri var bir yana, amma 7 şəhid həmin məktəbin 7 yetirməsi haqqında da kitabda qısa məlumat verilib, Abbas haqqında məlumat verilibdir. Beləcə vəsilə olmuşuq ki, ən azından kitabda bir neçə şəhidin hər oxuyan üçün bir nətər deyirlər, xatırlatma olsun. Yəni biz bunu borcdur da, bizim müqəddəs borcumuzdur, bizim məramımız odur ki, biz gələcəyə çatdıraq. Biz bu uşaqları unutturmayaq. Haqlısınız Sevinç xanım. Yəni o kitabda Əlinin anası, Allah rəhmət eləsin, Tovuz ananın dilindən Əliyə yazılan şeir var. Başqa şeirlər də var. İstərdim birini səsləndirəsiniz. Əlinin ruhu buradan şad olsun, Tovuz ananın ruhu şad olsun, Mutuz atanın ruhu şad olsun. Ay gözümün nuru oğul. Sağlığında gül açan əlan baxça bağ edil. Səndən sonra tükəndim, saraldım, soldum oğul. Aydın səmaydı ömrüm bütün dövrlərində. Səndən sonra bir qara bulut tək doldum. Oğul. Bəlalı günlər gəlib həyatıma yetişdi. Fələk qarğıdı məni, ocağıma od düşdü. Çatladı kürəklərim, ciyərim yandı, bişdi. Tabutunun üstündə saçımı yoldum. Oğul, aldım qara xəbərin, yerlər ilə süründüm. Ağ yaylığımı atdım, qaralara büründüm. Çoxlarına vüqarlı, əzəmətli göründüm. Sustum dərdin əlindən, lal dinməz oldum oğul. Gör mənim xoşbəxt yuvam necə günlərə qaldı. Başımızın üstünə çoğun, boran, qaraldı. Həsrətin üstü məni ağır mərəzə saldı. Təbib, dərman tapmadı. Yataqda qaldım oğul. Sən gedəndən üzüldü yerdən, göydən də əlim. Qoxunu baş daşından alırdım igid əlim. Əşədənlə bərabər səni zikr etdi dilim. İnan, son nəfəsimdə ətrini aldım oğul. İnan,
son nəfəsimdə ətrini aldım oğul. Nur içində yatsınlar. Amin. Ruhları şad olsun. Teşekkür edirik Sevinç xanım bu duyğulu şiir üçün. Bizim qəhrəmanlarımızın qəhrəmanlıqları bugün onların əlinin övladı olmasa da onun qardaşının uşaqları onun övlad sayılır. Onun nəslinin davamçısı sayılır. Onlar da Vətən müharibəsində, 2-ci Qarabağ müharibəsində iştirak ediblər. İstərdim Xeyran xanım, yəni iştirak edən o igidlərimiz barədə danışasınız. Buyurun. Ağırdan sonra mən ağırını çox yaşatmaq istədim, çox tanıtmaq istədim. Uşaqları həmişə görmədikləri əmisi ilə tanıtmaq istədim. Çünki Elnur balacaydı. Şəlalə Allah rəhmət edəndə 4 aylıq idi. Amma o qədər gözəl tanıtmışdım ki onlara. Onlar elə bildilər ki, əmilərini görürlər. Bir neçə il sonra mənim qızım da ailə qurdu, hərbisi idi, yoldaşı. O müharibəni eyni formada yaşadı. Mən çox qorxdum. O hicrəyini bir də yaşamaq çox çətindir. O geriyə dönmək çox çətindir. Ağır xəstə oldum. 10 gündən çox ağır xəstə oldum. Müharibənin adını eşitəndə, amma Körkəmin müharibədə olduğunu bilmirdim. Yasinin müharibədə olduğunu mən qətiyyən bilmirdim. Mənə heç kim demirdi. Qızım da içində. Çünki dedi, təsəvvür edirsiniz, Ali rabitəsi idi. Yasin də rabitədə idi. Düşünə bilirsiniz, eyni şey. Ali də rabitəni buraxıb müharibədə şəhid oldu. Ali dostlarından aldığımız məlumatlara görə çox ağır döyüşdə əlindəki son qumbara ilə erməniləri dağıdıb, axırıncı özü şəhid olub. Amma dostlarını ələ verməyib, yenə də onları qurtarıb, yəni axırıncı qumbara ilə. Yasin də eyni formada rabitənin çoxunluğu buraxıb, ancaq irəli gedirmiş. Onları çox yaşadıq, eyni şeyi çox yaşadıq. Şükür, Yasin sağ-salamat gəldi, indi müharibə veteranımızdır. Onun dalınca da eyni formada Fərşadımız qaynımın nəvəsidir. Fərşadımız, yenə deyirəm, hamıdan gizlin, könüllü müharibəyə gedir. Sıravi əsgər idi, Naxçıvanda qulluq edirdi. Onu da biz 16 gün axtardıq, Şuşadan tapdıq. Sonra dedim, Fərşad, niyə demədin heç kimsəyə? Dedi, ən çox səndən qorxdum, qoymazsan o yol gedim. Çünki əmimin qanın biri almalıydı. Dayımın nəvəsi Murad da eyni Şuşada. Ən son nöqtəni Şuşada qoydular. Canlarını qurban verdilər. Hamısı şükür sağ-salamat gəldilər. Amma onlar da yaşayan şəhiddirlər. Yasin olsun, Fərşad olsun, Murad olsun, onun timsalında çox uşaqlarımız. Mən onlara yaşayan şəhid görürəm. Çünki onların nə gördüyünü bir bilsəviz, bəlkə də başımıza hava gələr ki, yəni onları necə yəni, bunlar yaşayıblar, bu qədər əzəmətli dura biliblər, qururlu dururlar. Heç əyilmədilər. Yasin gələrkən dedi ki, aeroportda əlinizdə bayraq gəlsə, biz mən evə gəlməyəcəm, aeroportdan geri dönəcəm. Dedilər, niyə? Hamı qarşılayır veteranını, qazisini, sağ gələn balasını, fərqi yoxdur. Dedi, yox, o bayrağa bükülüb gələndən qarşısında mən utanaram, bayrağı sinimə salasız, mən sağ gəlmişəm. Mənim dostlarım yoxdur, mən onları, yoxdur, onların sarıldığı bayrağa mən sarılmağa utanıram, mən sağ gəlmişəm. Yasin həmişə gedir qəbir üstlərinə, şəhidlərimizin. Bir gün Vəlzadə İbrahimin anım günü idi, az qaldı onun da anım günü. 30-undadır. Çox güclü dost olublar onlar, sirdaş olub, qardaş olublar. Məzar başına getdik. Ay Yasin, gəl sən də bir şəkil çəkdir dedim. Dedi, çəkdir mənə, xeyrin qala dedim, niyə? Dedim, mən səhər gəlib qardaşımı görmüşəm. Mən ona bu gün qonaq oldum. Dedim, necə yana? Gəlmişdən niyə gəldim? Dedim, mən sizi gətirməyə gəldim. Dedim, şəkil niyə çəkdirmirsən? Dedim, mən çəkdirmərəm. Çünki mən Vəlzadə İbrahim ilə sağ şəkil çəkdirməmişəm. İndi mən utanıram ondan şəkil çəkdirməyə. Bunu yaşayan bizim qururlu evlatlarımız var. Vəli yenə Yasinin dostudur. Çoxları, Fərşadın dostları Naxçıvan qəbirstanlığındadır. Dedi, əmcanı bilirsən, burada yatan şəhidi. Dedim, nə oldu ki? Dedi, yemək yedik, axırıncı peçeniyemizi böldük.
10 dəqiqə sonra şəhid oldu. Qardaşımı qucağıma aldım dedi. Dedim nətər diyəcəsə bilirsən. Dedim axı boynum əyməyə haqqım yoxdur. Onun məsuliyyəti bizim çiynimizdədir. Biz onları qürurla gəzdirməliyik. Biz onları təkcə torpağın altına qoymadıq ki, biz onları çiynimizdə daşıyırıq. Siz onu görənməzsiniz. Bu körpə bir uşaqların dediyi sözlərdir. Bambaşqa bir həyatdır. Onu biz yaşamamışıq, bilmirik. Yenə deyirəm, bir gün Yasinə xahiş elədim ki, müharibə bitsin mənə Əlin şəhid olduğu torpağa götür, söz verdi götürəcəm. İndi deyirəm, götür dedi, götürə bilmənəm. Dedim, niyə? Dedi, hansı torpağın hansı tərəfinə mən ayağımı qoyum orada? Şəhidimin qanı yoxdur, dostumun, qardaşımın qanı yoxdur. Dedi, bizlərə yemək gəlmirdi. Bizə dedi, bir kəndin yaşlı adamı var idi. Bizdən rəfət var, eşşəklə evində yemək pişirirdi. Kasıb insan idi. Nəyə gücü satsa, bir gün su pişirdi, bir gün çörək arası eləyirdi, bir gün kartuşka qızardırdı, qoyurdu. Amma o gizlincə o yolları tanıyırdı, bizə yemək gətirirdi, su gətirirdi. O təsadüfən elə bir ki, hardansa kimisə qulağına çatmışdı, yəni uzaq yerdən. Buna demişdilər ki, sizə eşşəyinə yemək gətirən kişi vardı. Yasin mənə zəif vurdu, Xeyran xala, bunu sən deməzsən. Dedim, yox, mən heç deməmişəm. Dedi, İraq-İraq, onun yolun bilərlər, öldürərlər. O bizim yolumuzda canlı şəhiddir. O bizim yolumuzda canlı şəhiddir. Biz o atanın haqqını ödəyə bilmərik. Çox kasıb insandır. O yolları tanıyır. O yolları tanıdığı üçün onu vurarlar. Bir də kimsə qulağına gedər, çatar, bilərlər, onu vurarlar. Bizim uşaqlarımız Əlinin, Abbasın yolunu belə davam ediblər. Biz çoxdur, veteranlarımız, qazilərimiz, yaşayan şəhidlərimiz çoxdur. Haqlısınız. Yəni Xeyran xanım, mən də sizin sözünüzün üstünə o demək istəyirəm ki, mən dəfə qaziləri bura dəvət edəndə onlar o keçdiyi döyüş yolunu, yəni o qədər canlı danışırlar ki, sanki indisə döyüşəcəklər kimi, döyüşürlər kimi. Onlar bir dəfə məzarlıqda dedi ki, Röyla Abdullazadə idi. Dedi, Dərni xanım, biz hər dəfə müharibə başlayandan o 2 ay müddətin həmin günlər təkrar yaşayırıq. Sanki elə müharibədəyik kimi, qalan günlər də yaşayırıq. Amma həmin gün müharibə günləri çox ağırdır bizim üçün. Allah onların canına sağlıq versin, bütün qazilərimizin, müharibə iştirakçılarımızın, şəhidlərimizin ruhu şad olsun, bütün şəhidlərimizin ruhu şad olsun deyirəm. Və Sevinç xanım, kitabdan bəlkə ürəyinizdən keçən bir misra var, bir söz var. Buyurun. Təşəkkür edirəm Xeyran xanım. Həqiqətən də çox duyğulu anlar yaşadıq. Qısa, amma çox duyğulu, yoğun bir his yaşadıq. Nişanəsi vətən olan bu kitabda, niyə nişanəsi vətən olan? Çünki Əlidən və Əlinin timsalında ailə qurmayan bütün uşaqların kitabıdır bu. Onlardan bizə bir dənə vətən qalıbdır. Qalsaydı oğlu, uşağı, ailəsi ola bilərdi, amma qalmadı. Mən Əlinin elə o subaylığına bir şeir yazmışam. Bunu da bütün şeirlərim kimi göz yaşı içində yazmışam. Və yazdım ki, nə yaşadın? Nə yatdın ki, nə də yuxu görəsən? Yar əlinə dəydimi ki, əlin saçını örəsən? Söylədinmi sevdiyini, qarşısını kəsdinmi? Qısqandınmı ara sıra? Yorulduy bəsdinmi? Çəpərinin arxasında durub gizli baxdınmı? Səni sevən başqa qızın ürəyini yaxdınmı? Tək görəndə fürsət tapıb arxasınca getdinmi? Görməyəndə bir neçə gün evinə zəng etdinmi? Oldumu heç varaq məktub yazıb verəsən? Tellərinə taxmaq üçün tər qızıl gül dərsən? Düşündünmü elçi gedib yara üzük taxmağı? Etdiyin xəyalı ömür boyu gözlərinə baxmağı? Nişanəsi vətən olan can şəhidim. Son anda düşündüm, eyib yoxdur. Qovuşarıq o yanda. Təşəkkür edirəm Sevinç xanım. Yəni, bu göz yaşları onların ruhuna bir hədiyyədir deyərəm. Onlar
sevdiklərini düşünmədilər. Onlar ancaq vətənə düşündülər. Onların vətən aşiqləri oldu onlar. Onlar ancaq sevgilim vətəndir deyib irəli getdilər. Canlarını vətənə qurban etdilər, sinələrini sipər etdilər, şəhid oldular. Və onların sevgisi bu biri sevgilərdən çox-çox üstündür, çox. Onun qiyməti yoxdur. Və ona görə də biz bir Azərbaycan vətəndaşı olaraq hər zaman onlara borcluyuq. Bu günümüz üçün onlara borcluyuq. Yəni bizim üçün, yenə də deyirəm Xeyran xanım, fərqi yoxdur. O şəhidlərin 90-cı illərdə şəhid olan igidlərimizin qanı üzərində və 20-ci ilin şəhidləri qanı üzərində quruldu vətənin azadlığı, bütövlüyü. Və bugün biz azadıqsa, bütöv Azərbaycan şəhidlərinin canı qanı hesabınadır. Allah hamısını ruhunu şad eləsin. Təşəkkür edirəm hər ikinizə. Çox sağ olun. Mən təşəkkür edirəm ki, Əlini tanıtdınız, Əlini yaşatdınız. Bu gün axşamıdır, Əlin ruhu bir daha şad oldu. Əlin atasının, anasının ruhu şad oldu. Əlin bugün əli dolu getdi. Çünki bütün şəhidlərə buradan salam olsun. Əliyə, Abbasa, bütün şəhidlərimizə salam olsun. Allah Sevinç xanımdan razı olsun ki, bir ildir görüşsək də, bir ildə çox şeyləri yaşadıq. Çox ziyalılar tanıdım, çox dəyərli kitab yazarlarımızı, qələm ustalarını tanıdım. Sevinç xanımın sayəsində İlxan müəllimi tanıdım. İlxan müəllimə sonsuz təşəkkürlər sizlərə. Sevinç xanıma sonsuz təşəkkürlərimi bildirirəm. Yoldaşım Abdullahın adından da hamımıza sonsuz təşəkkürlərimi bildirirəm. Əlini, Abbası yaşatdığınız üçün Allah hamımızdan razı olsun. Biz sizə təşəkkür edirik Xeyran xanım. Onu yaşadan sizin o ürəyinizin gözəlliyi. Necə deyirlər, əli deyəndə qürurla baxan gözlərinizdir, ürəyinizin sözləridir. Çox sağ olun. Təşəkkür edirik. Minnətdarıq Xeyran xanım. Sizə və Doğma kanalımıza təkrar minnətdarım. Xeyrana minnətdarım. Əlinin ruhu ilə məni tanış elədiyinə görə, Abbasın ruhu ilə məni tanış elədiyinə görə qürurluyam bir sözlə. Nur içində yatsın cənnət qoxulu şəhidlərimiz. İcazə versəz, axırıncı bir sözü deyirdim. Biz Əlinin 50 illik yubileyinə gəldikdən sonra Abbasın anası Fatma ana, həm də dayıcanımdır. Bizə zəng vurdu görüntülü. Dedi ki, biz bugün mən nə başa düşdüm, mən bilmirdim. Dedim, nəyi? Dedi, mən bildim ki, mən Əliyə çox şey borçluyam. Dedim, niyə dayıcanım, nə oldu? Dedi, indi bildim ki, Əli olmasaydı Abbas için şəhid olaraq qalacaqdı. Mən Əlinin hesabına 30 ildir Abbasın məzarına gedirəm. Abbası görə bildim. Son kəs oxşaya bildim. Məzarına yola sala bildim. İndi rahatam. İndiyə qədər şəhid anası olaraq çox ağlayırdım. İndən beri Əlinin hesabına da mən o qədər ağlamayacağım. Çünki Əli Abbasa mənə verdiyinə görə. Azərbaycan əskəri heç zaman şəhidini düşmən əlində qoymayıb. Nə zaman olur olsun, yəni o vaxtda, bu vaxtda hər zaman şəhidini mütləq götürüb, canı bahasına olsa da götürüb. Yəni mən bunu İbrahim Əlizadənin adı keçdi. Bax, onun da şəhidliyinin götürülməsi zamanı 6 nəfər şəhid olmuşdu. Yəni bu təkrar olan bir şeylərdir. Tək onun başında olmayıbdı. Ona görə də biz Azərbaycan əskərinə qürur duyuruq. Qürur duyuruq. Onlara borcluyuq ki, nə yaxşı ki Azərbaycan əskəridir, nə yaxşı ki Azərbaycanlıyıq biz və biz onlar bizi qoruyur. Allah bütün sərhədlərimizi qoruyan əskərlərimizin də canını sağ eləsin. Vətən onlara əmanətdir və vətəni bizə əmanət qoyan şəhidlərimizin də ruhu şad olsun. Təşəkkür edirəm. Sağ olun, təşəkkürlər. Allah razı olsun. Əziz dinləyicilərimiz, bax belə bugün vətən əmanəti verilişində şəhidimiz, qəhrəmanımız 1-ci Qarabağ müharibəsi şəhidi Əli Qurbanovun ruhunun işığına toplaşdıq. Ondan danışdıq, həyatından danışdıq, dostlarından danışdıq, şəhidliyindən danışdıq, əbədiyyətindən danışdıq. Hər ikinizə təşəkkür edirəm.